İngilis dilində conjunction, yəni bağlayıcı mövzusunda bir şeyə diqqət etmək lazımdır ki, imtahanda problem yaşamayın. Dim toplularında yəqin ki, daha doğrusu dimin toplu testində also, though, even though, despite, in spite of yəqin ki, bunları görmüsünüz. Bunların hər birinin tərcüməsi baxmayaraq ki deməkdir. Yəni ziddiyyət bildirir. Amma aralarında incə bir fərq var. Also, though, even though hər birindən sonra cümlə gəlir, yəni mübtəda və xəbər gəlir. Despite, in spite of-dan sonra isə birləşmə gəlir. Cümlə daxilində yazın, baxasınız. Misal, also, the weather was rainy, he went to the forest. Baxmayaraq ki, hava yağışlı idi, o meşəyə getdi. Also-dan sonra nə gəldi? Cümlə gəldi. Mübtəda, xəbər, cümləmiz yerindədir. Testlərdə düşür bəzən variantda A also verir, B-də zo verir. Bu tipli şeyləri gördüyünüz zaman hər ikisinin üstündən xətt çəkirik. Çünki bunlar eyni mənaya gəlir. Eyni ilə bu ikisini gördünüzsə A-da despite, B-də in spite of, hər ikisinin üstündən xətt çəkin. Çünki despite doğrudursa, in spite of da doğrudur. İndi in spite of-u birini cümlədə istifadə edək. In spite of the rain, he went. In spite of the rain, yağışa baxmayaraq o getdi. Baxın, yağışa baxmayaraq. Burada mübtəda xəbəri yoxdur. Sadəcə birləşmə var. Yağışdan söhbət getdi. Yağışdır, isimdir. Başqa bir şey yoxdur. Amma yuxarıda nə vardı? Yağışlı olmağına, havanın yağışlı olmağına baxmayaraq. Baxın, mübtəda və xəbər yerində oldu. Ümid edirəm ki, faydalı oldu. Hər birinizə uğurlar olsun.